Avtomobildə olan problem gördüyünüz kimi injektorun işığı marqatlayır, sürüşmənin işığı yanılı qalır, avtomobil də sirkələnir, yəni normal işləmir. Bu problemlə bağlı olan aşıbqadakı diaqnostika nəticəsində müəyyən eləmişik və gördüyünüz bu P300 aşıbqasıdır. Bax qardaş, bu da Zaysveçanın nəticəsi. Avtomobilin problemi, baxın bu 3-cü silindirdə problem var, yəni mühərrikində problem var. Motoru sökülməlidir, Porsche-də problem var. Bunu da yaradan nədir? Görürsünüz bu sveçanı. Bunun heç kruzun sveçası ilə əlaqəsi belə yoxdur. Bu başqa bir modelin sveçasıdır, qoyublar kruzun üstünə. Orada kruzu pisləyirlər. Görürsünüz, 3 kontaktdır, görürsünüz. Başqa sveçalardır, üzərindən çıxan sveçalar. Baxın, bunun orijinal sveçası belə olur, gördüyümüz kimi. Bu hissəsində T hərfi yazılır, Aktelko ilə 121 kodla olur. Bax, görürsünüz, bir kontakt olur. Yəni, bunların bu sveça ilə gördüyünüz kimi əlaqəsi belə yoxdur da. Bu, başqa bir avtomobilin sveçasıdır. Yəni, deməyim odur ki, qardaş, bu avtomobilə düzgün detal qoyun, düzgün vaxtında baxsaz, belə problemlərlə qarşılaşmarsınız. Sağ olun, salamat qalın, diqqətiniz üçün, təşəkkürlər.